Qoymadı mən buradakı qapını qıram, bəlkə də qırsaydım, yəni üçü də sağ çıxardı. Yevlaxda baş verən yanğın zamanı bir nəfər ölüb, 2 nəfər yanıq xəsarətləri alıb. RTV'nin Qarabağ bürosunun xəbərinə görə yanğın hadisəsi 1942-ci il təvəllüdlü Mikayılova Nərgiz Savalan qızına məxsus şəhərin Səməd Vurğun küçəsi bina 15/20 ünvanında yerləşən ümumi sahəsi 80 kvadrat metr olan 4 otaqlı mənzilin 20 kvadrat metr sahəsi yanar konstruksiyaları və içərisindəki əşyalarla birlikdə yanıb. Yanğın nəticəsində mənzilin sahibi ölüb. Yevlax şəhər sakinləri Vahabova Yasəmən və Mehdiyev Kamran xəsarət alıblar. Yanğın zamanı ölən Mikayılova Nərgiz 1-ci Qarabağ müharibəsinin şəhidi Mehdiyev Məmmədəlinin anasıdır. Xəsarət alanlarsa şəhidin qardaşı və bacısıdır. Çıxartdığı oğlanın anası ölmüşdü. Pajarın işçilər də bacısını, qızını buradan çıxartmışdı. Yəni bunu gördük də gecə. Yəni əlimdən gələn yardım elədim də özü. Çünki yuxarıda da biz də tüslü evdə olmuşdu. Da indi tüslü, elə bir tüslü iki adam boğuldu da. Görünürdəki elə onlar da tüslü boğulmuşdu. O özləri qışqırırdı, qız buradan qışqırırdı. Qoymadı mən buradakı qapını qıram, bəlkə də qırsaydım, yəni üçü də sağ çıxardı, qoymadı. Dedi, ancaq bizim qapı o biri tərəfdə. O da ki, dalı bağlıydı, ancaq onu lomla qırdım qapını, elə çərçivəni, pəncərəni elə çıxartdım. Yuxarı bütün hamının tüslü boğardı. Gecənin o vaxtda hamı yatılı vəziyyətdə. 05-12-2025-ci il tarixində saat 01:20 radələrində 2 nəfər Yevlax rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Yanıq xəsarətləri alan pasientlərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan birinin 1965-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb. Bədənin ikinci, üçüncü dərəcəli termiki yanıq diaqnozu təyin edilən 1967-ci il təvəllüdlü digər şəxs isə daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan yanıq mərkəzinə təxliyə olunub.